21 noyabr 2025-ci ildir və həftənin cümə gündür, dəyərli izləyicilər. Müğənni Rəqsanənin hər addımı izlənəcək. Toyu, yası, sosial mediada iştirakı, yəni harda olacaqsa orada. Rəqsanə İsmayılovun barəsində seçilmiş həbs qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz olunmasından sonra ictimaiyyəti bir sıra suallar maraqlandırır. Suallardan biri də Sabunçu rayon məhkəməsinin verdiyi qərarın onun müğənni kimi fəaliyyətinə mane olub-olmayacağıdır. Təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması mütləq şəkildə onunla zərər çəkmiş şəxs arasında müəyyən məsələlərdə razılaşma tələb eləyir. Bununla bağlı sübutlar mütləq məhkəməyə təqdim olunmalıdır. Ondan əlavə isə təqsirləndirilən şəxsin səhhəti, onun daimi yaşayış yerinin ictimai nüfuzlu şəxs olması, o cümlədən istintaqın gedişatına mane olmaması şəxsin ev dustaqlığına buraxılması üçün əsasdır. Bunu Yeni Sabahı hüquqşünas Ramil Süleymanov söyləyib. Deyib ki, məhkəmə təqsirləndirilən şəxsin üzərinə müəyyən öhdəliklər də qoya bilər. Bu öhdəliklər yaşadığı ərazinin müəyyən hüdudlar çərçivəsində tərk etməməsi, üzərinə bağlanan texniki vasitəyə qulluq göstərməsidir. Həmçinin ev dustaqlığı müddətində istintaqın gedişatına hər hansısa vasitələrlə təsir, zərər çəkən şəxslərə, şahidlərə təsir göstərməməsi ev dustaqlığının tələblərindən biridir. Ramil Süleymanov vurğulayıb ki, məhkəmənin qərarı ilə şəxsin bir sıra tədbirlərdə iştirakı da qadağan oluna bilər. Eyni zamanda məhkəmə əlavə öhdəliklər də qoya bilər. Şəxs kütləvi tədbirlərdə, toylarda, yaslarda, mitinqlərdə, nümayişlərdə iştirak edə bilməz. Məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan şəxsə istintaqın gedişinə mane ola biləcək ictimai təzyiq mexanizmlərindən kütləvi informasiya vasitələrində çıxış, sosial şəbəkələrdə paylaşımlar da qadağan edilə bilər. Hüquqşünas qeyd edib ki, ev dustaqlığı zamanı şəxsin hərəkət edə biləcəyi hüdudlarda məhkəmə müəyyən edir. Belə ki, ev dustaqlığına buraxılan şəxsin hansı hüdudlarda evindən kənara çıxaracağına məhkəmə qərar verir. Bununla bağlı qanunvericilikdə də konkret bir qərar yoxdur. Məsələn, bu hüdudlar yaşadığı rayon ərazisi də ola bilər, Bakı şəhəri də, Abşeron yarımadası da ola bilər. Təqsirləndirilən şəxsin üzərində olan qolbaq isə şəxsin hansı ərazi hüdudlarında hərəkət etməsini birbaşa göstərir. Eyni zamanda təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmış ərizə təqdim olunmaqla yaşadığı şəhərdən də uzaqlaşa bilər. Müəyyən müddətdə o yaşadığı şəhərdən gedib geri qayıda bilər. Konkret hansı hallarda çıxa biləcəyi barədə zəruri tələb yoxdur, sadəcə əsaslandırılmış ərizə təqdim etmək ev dustaqlığına buraxılan şəxsin borcudur. Xatırladıram ki, 79-cu il təvəllüdlü Rəqsanə İsmayılova avqustun 16-sında həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Müğənni 2 nəfərin 35.000 manat dəyərində qızıl zinət əşyalarını və $520.000 pulunu ələ keçirməkdə ittiham olunur, dəyərli izləyicilər.